il ərzində ərzaq məhsullarının qiyməti bir neçə dəfə artıb. Bayram öncəsi qiymət artımının süni şəkildə daha da yüksədiyi müşahidə edilir. Mövcud vəziyyət vətəndaşların maliyyə yükünü artırır. Belə süni qiymət artımlarının qarşısı necə alınmalıdır? Qlobalifo Azad danışan iqtisadçı Rəşad Həsənov qeyd edib ki, 2025-ci ilin ötən dövründə qiymətlərin bir neçə dəfə artdığı barədə yayılan məlumatlar doğru deyil. O bildirib ki, rəsmi rəqəmlərə görə qida məhsulları təxminən 7-5%, bütün mal və xidmətlər isə 5-5% ətrafında bahalaşıb. Qeyri-rəsmi hesablamalar göstərir ki, qida məhsulları təxminən 5%, ümumi inflyasiya isə təxminən 9-5% təşkil edir. Süni qiymət artımı baş verirsə, bu bazarın düzgün idarə olunmadığını göstərir. Bazarda liberallıq təmin edilmədiyi və hökumət bu sahədə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün inhisarçılıq və gizli razılaşmalar mövcuddur. Hökumətin əsas vəzifəsi bu cür meydlərin qarşısını almaq olmalıdır. Təəssüf ki, Azərbaycanda bu istiqamətdə mübarizə hələ kifayət qədər effektiv deyil. Ekspertin sözlərinə görə bayram ərəfəsində qiymətlərin artması bir sıra real faktorlarla bağlıdır. Tələbatın kəskin artması təchizat zəncirində fasilələr yaradır və mövcud infrastruktur tələbin öhdəsindən gələ bilmir. Bu isə dolayısıyla bazarda qıtlıq və qiymət artımı yaradır. Eyni vaxtda bəzi məhsullar əvvəlcədən ehtiyat üçün toplanır və bu məqsədlə əlavə vəsaitlər ayrılır. Çox vaxt həmin vəsaitlər xərcli olur, bəzən isə kredit hesabına əldə edilir. Mikro sahibkarlıq subyektləri də əlavə vəsait cəlb etməli olur və bu xərclər son nəticədə qiymətlərdə əks olunur. Xidmət sahəsində resursların, xüsusilə də yerin məhdudluğu qiymət artımını şərtləndirən digər amillərdəndir. Məsələn, restoranlar birdən-birə artan tələbə cavab verə bilmir. Çünki onların fəaliyyəti məhdud infrastrukturla bağlıdır. Bu halda qiymətlərdə artım baş verir və müəssisələr mənfəət əldə edirlər.